Ey Rəbbim, qüsurlarımdan özümə zərər vurduqdan sonra üzr istəyərək, peşman, pərişan, bağışlanma diləyib istiğfar edən, tövbə edərək səhvlərimi iqrar edən və itayətkarlıqla günahlarımı etiraf edən halda dərgahına gəlmişəm. Törətdiklərimdən qaçmaq, işlərimin aqibətindən qurtulmaq üçün üzrümü qəbul edib, məni öz geniş rəhmətinə qovuşturmandan başqa bir pənah yeri görmürəm. İlahi, belə isə üzrümü qəbul et. Bu ağır vəziyyətimdə mənə rəhmin gəlsin və günahlarım məni bağladığı zəncirlərimdən məni azad et. Ey Rəbbim, bədənimin zəifliyinə, dərimin yumşaqlığına, sümüklərimin nazikliyinə rəhmin gəlsin.